Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Galuzin RIA Novosti agentliyinə müsahibəsində bildirib ki, Ermənistan eyni vaxtda Avrasiya İqtisadi İttifaqının və Avropa İttifaqının üzvü ola bilməz. O, Ermənistan parlamentinin ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı qəbul etdiyi qanun layihəsini şərh edərkən qeyd edib. Biz əminik ki, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı kimi bir-birinə zidd olan iki assosiasiyada eyni vaxtda olmaq mümkün deyil. Onun fikrincə, Ermənistan üçün bu iki variantdan hansının daha yaxşı olması ilə bağlı qərarı rəsmi İrəvan verməlidir. Ermənistan KTMT-dən uzaqlaşır, lakin körpüləri tam yandırmır. Son olaraq, Ermənistan KTMT katibliyinə rəsmi şəkildə bəyan edib ki, KTMT-nin 2024-cü il büdcəsi haqqında sənədi imzalamayacaq və təşkilatın maliyyələşdirilməsində iştirak etməyəcək. Xarici İşlər Nazirliyinin bu açıqlaması İrəvanın artıq bu çətirdən çıxmağa hazırlaşdığını göstərir. Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslər uzun müddətdir KTMT-yə qarşı narazılıqlarını dilə gətirirlər. Rusiyalı politoloq Bogdan Bespalkonun dediyinə görə Ermənistan faktiki olaraq təşkilatda şəffaf üst statusundadır. Var, amma yox kimidir. Onun fikrincə, İrəvan KTMT-dən çıxsa da arxalanacağı başqa bir hərbi çətir yoxdur. Ermənistan qərb dairələrinin dəstəyini əldə etməklə vaxt tutmağa və mümkün provokasiyalar üçün zəmin yaratmağa çalışır. Bütün bu proseslər isə bütövlükdə Cənubi Qafqaz üçün riskləri artırır.